Kanalizasiya xətti tutulub, yollara, evlərin həyətlərinə və zirzəmilərə çirkab su dolub. Ərazidə antisanitar vəziyyət yaranıb. Görüntü Abşeron rayonunun Xırdalan şəhərindəndir. Bu küçədə isə 150-dən çox ailə var. Onlar bildirirlər ki, illər öncə çəkilən kanalizasiya xətti bu günün tələblərinə cavab vermir. Sakinlərin sözlərinə görə kanalizasiya xətti 15 il bundan əvvəl elə küçə salınanda istifadəyə verilib. O vaxt küçədə təxminən 5 ya 6 ev olub. Xətt də ev sayına görə nəzərdə tutulub. Amma illər keçdikcə yaşayanların və tikintilərin sayı çoxalıb. Kanalizasiya xətti isə yenilənməyib. 2003-cü ildən biz burada yaşayırıq. Burada kanalizasiya çəkdilər, onda evlər 5-6 ev idi. Sonra bax, bura hamısı boşluq idi. Gəldilər, sonra bunlar hamısı maklerlər aldı, ev tikdi. Bax, o tərəfdən, bu tərəfdən, o tərəfdən hamısı qoşuldu bu liniya. Çatdıra bilmirik. Yağış oldu, olmadı, hamısı basır həyəti. Bax, bu dəqiqə bütün padvallar su içindədir. Kanalizasiya problemi bizdə həmişə olub, indi də var. Qoşulub küçədən köhnə kanalizasiya sistemi dəyişilmədi. Layihə, nə bilim, nəsə axır belə cavablandırırlar ki, kanalizasiya var. İndi ona görə məcburuq həyətimizdə şambo qazmışıq. Şambodan istifadə edirik. Qoşa bilmirik işə. Xırdalanın mərkəzində. Xırdalanın, bəli. Abşeron su meliorasiya sistemlərinin istismarı idarəsindən də Xəzər xəbərə bildirildi ki, Xırdalan şəhəri Dilarə Əliyeva küçəsində kanalizasiya xəttinin diametri illər öncə orada yaşayan sakinlərin tələbatına uyğun inşa olunub. Tikinti sayının çoxalması, əhalinin sayının artması xəttin normadan artıq yüklənməsinə səbəb olur. Abşeron su meliorasiya sistemlərinin istismarı idarəsinin qəza briqadası tərəfindən mütəmadi olaraq xəttdə yaranan tıxaclar aradan qaldırılır. Məsələnin həlli isə küçədə diametri daha böyük kanalizasiya xəttinin inşa olunmasıdır ki, bu istiqamətdə təkliflər hazırlanaraq bu ilin tədbirlər planına salınması nəzərdə tutulub. Nizami Rəsulov, Nigar Mahmudova, Xəzər xəbər.